Bu təndirdə bir dənə qəza var ki, 12 saat fəqət tüstü ilə pişibdir. Bəd az 12 saat poxt در tüstü 1 saat yarım istirahət eləyibdir. Bu quşda sərsinə, qusalədir. Çün fişar həmişə çox üstündə پر از کلاژنdir. Bu kolajenlər dərdəmayı 95 dərəcə daxilidə hamısı jelatinə təbdil olur və bu pəmbəyi baftı bizə verir. Pişik kimin dayandım burada axırda aldım. Həlli məllidir. Brisketlərimizdə sandviç klasik halətdə pənir mozzarella, rukola və bir dənə sos goşt cəzzabla serv olur. Hələ bu bizzat dəhdə ha, getilib pastrami gətirsinlər. Bu da pastramımızdır ki, 10 gün fəqət məzədar olmağa çəkibdir. Sərsinə, qusalədir ki, fəqət şivə təbxi fərq edir. Bu da ətin o sarəsidir ki, sos kəfi həman sandviç olur. Kəsaq ba هم جرخ نماند. Bu pastramiyi fəqət gərək yiyəsiz ki, dadını biləsiniz. Buranın neçə illərdir pizza napolitanları ilə adını eşitmisiniz və tanıyırsınız. Amma bir tədad yeməliləri izafələşib menularına ki, vaqən ərzi vardı. Gələsiz imtahan edəsiniz. Pastrami sandviçlərini vaqən çox söyledim. Ətin dadı bir fərqli dad. Brisket də çox pörtərəfdar sandviçlərinin biridir. Steykin də tərəfdarı az dər ki, buranın menusuna steyk izafələşib. Çox cəzzab bergerlərinin barbekü berger ki, pənir kebabı ilə steyki də dadını daha yeməli edir. Taza izafələşən qəzaları həftədə bir gün menularında vardır. Bir dənə qənarı kəlməsini komment eləyin, menularını görün ki, vaqən keçməli qəza dəyərlidir. Qənarının adresi də Rüşdiyə, Caddə Səlamət, Kohistan xiyabanının əvvəli.